Azadlıq Radiosunu dinləyirsiniz. Efirdə mən Xədicə İsmayılovayam və mən qonağımızı Vəkil Aslan İsmayılovu salamlayıram studiyamızda. Hər vaxtınız xeyir. Sizdən belə. Əslində sizi ona görə dəvət etdik ki, Aslan bəy, siz ölkədəki məhkəmə hüquq sistemi, ədliyyə sistemi barədə tez-tez fikirlərinizi söylürsünüz və bu video ilə bağlı sizin fikirlərinizi eşitmək maraqlıdır. Həm də ona görə ki, sizin hüquqlarını qoruduğunuz, sizin təmsil etdiyiniz biznesmen Zülfüqarlı qardaşlarından da həmin videoda söz açılır. Və hələ dinləyicilərimizin bir qismi ola bilsin ki, hələ həmin videonu görməyiblər, o səsləri eşitməyiblər. İndi az sonra biz onu səsləndirəcək hissə. Amma sizin ilk təəssüratınız qısa. Mən o Gülər Əhmədova olayından sonra mən hesab edirdim ki, bütün ölkə bir-birinə qarışacaq. Səmimi deyirəm. Bu Elşad Abdullayevin Gülər Əhmədovanın o parlament məsələsi ilə bağlı gedən alverdən sövdələşməsi, bəli. Tam sakit qarşıladıq. İndi bundan sonra yenə görürəm ki, tam sakit, sanki ölkədə heç olmayıbdır. Əslində isə nə baş verir? Azərbaycan Respublikası Konstitusiyası 3 hakimiyyət qolundan danışır. İcra hakimiyyəti, qanunvericilik hakimiyyəti, məhkəmə hakimiyyəti. Gülər Əhmədova videosu qanunvericilik hakimiyyətinin saxta olduğunu, yəni mövcud olmadığını sübuta yetirdi. Sonuncu məhkəmə ilə bağlı Ağababa Babayevin videosu bu isə məhkəmə hakimiyyətinin mövcud olmadığına dəlalət etdi. İndi yəqin ki, Elşad Abdullayev bu icra nümayəndələri ilə də bağlı bir video qoyar və biz görərik ki, biz Azərbaycanda qeyri-legitim hakimiyyət tərəfindən idarə olunuruq. Qısa xülasəsi budur. Aydındır. Elşad Abdullayevin bu həftə sonu yaydığı, ötən həftə sonu yaydığı videonu səsini dinləmə imkanımız var. Dinləyicilərimizin internetə əli çatmayan dinləyicilərimiz üçün yayırıq bunu. Çünki mən elə videonun statistikasından görürəm ki, xeyli adam artıq baxıb. Hər halda hələ eşitməyənlər üçün 50 mindən artıq baxıb. Orada söhbət nədən gedir? Qardaşın olmaz, mən qardaşım mənim vaxtımda azı məni gözləyir. Hacı, qardaşımı bir də hacı. Sənin qardaşın olmuş sən. Allah bu səbəb, mən bunları görüşdüm, 6-cı günün söhbət edək. Dedim, siz, bilə, o nə deyirsə orada indi, sizdən qutardım mən. Mənə ayın 3-də verməliyik bunu. Əvvəl ondan qabaq dedi ki, ikisində bayramdır. İçində bir və mən axı söz demişəm onun insanlara da, mən nə söz deyim? Bir epizod vardı, deməmiş qəsdən onu rədd elədim, buraxdım. Mühüm əhəmiyyət kəsb edildi onlar üçün. Özə demişlər mənə qabaqcıda, dedim, belədir də indi. Siz belə başlayırsınız, mən də belə başlayayım. Bu 7 ildir, 8-ci ildir, mən həmişə nə demişsiniz, demişəm baş üstə. O belə bir manat istəmişəm, bir şey eləmişəm, deyil. Yaxşı, mən də sizdən bir şey xahiş elədim, indiyə qədər eləmişdim. İşin davamıdır, o bir iş xahiş elədim, onu bir tər güc bəlayından yoluna qoydu, dərkeşdik. Bu da onun davamıdır. Və sizdən dedim, əgər mümkün deyirsə, mənə deyin ki, sən qarşıma, ot yerində. Mən də heç bilmirəm heç bir şey. Amma mən deməmişsiniz, dediniz ki, hər şey yerindədir, sağ-salamatdır, belədir. Düzdür. İndi sonra dedim ki, bunun Rahman məsələsi. Dediniz ki, narahat olma. Onu verəcək sənə təhvil. Mən də bu insanlara söz vermişəm. İndi bəlkə onların fikrində başqa şey keçirmiş, nədir demişəm. Mənəm ortada, heç nə eləmir, heç yerə getmir. Bu uşağı verərlər sizə. Geçdiniz. O vaxt mən gəlib bura. İndi də neçə vaxt? Bir aydan yuxarıdır. Bir gün sabah. Mənim də üzüm var, mən də insan bilən ki, adam deyiləm. Mən gedib xalqa şeylər görürəm cəmatlar. Səhər dedim ki, canım üçün bazım deyil, yaşıyorsunuz. Bilirəm, belə ki, mən yalancı olmalıyam. İşte çox söhbətimiz olur. Belə şey dedi ki, indi onu görüşəndə, axırıncı dəfə dedi ki, biz fikirləşirik ki, onu elə
Nəyin başında olursa olsun, görə bəlkə verib, məhkəməyə gəlsin, bıraksınlar, söz həlini qutası versin. Dedim, axı 3 ildən sonra, 3 il yarımdan sonra, 3 il yarımdan sonra sabah bu nə deyəcəksiniz? İndi bu nə qoşacaqsınız buna? Bu sabaha soruşmayacaqdır, bu bir belə yatıb. 308'de. Bu hara gedəcək? O konstitusiya göstərildi bu ama. Amma bir şey olmaz axı. Dedi, öyle 10 gün çalışırıq, böyle falan, o sözü 10 gün attı, o, mən sizə dedim ki, işte mən də söhbətimiz olub ki, yox, o təmiz çıxmalı, öz işinə qadına bəlkə olmalı. Eğer bunun əməlində bir şey varsa, deyilərsə tutan şey deyil. Odur, bu neçə vaxt bu fırlatmaqda, mən hesab edirəm ki, bunlar elə bir şey istəyirlər ki, yəni bir şeylə versinlər ki, məhkəməyə. Sonra biz də bunu bıraxarsın, yesin, güya heç məsələdir. Bu cür mən bunu tutdum da onu. Bunlar bu cür saxlamağını denəməklə, onu demişəm. Özgəni bıraxa demişəm, almışsan, eləmişsən, hər şey öz yerində. Bu olmaz axı. Bu da olmaz, bu da mən axı ayıbdır. Ya mənə deyilən ki, sən qarışma, çəkil otur yerində. Mən də deyirəm ki, mən... Bunun örnəği tərcümə oldu. Gördüm, yox, öyle. Mən də deyirəm ki, qardaş, mənim işim deyil də, mənə imtina elədilər. Dedim sizə, sizə mühəbbis başınızda. Bu 85-ci gün məsələ bərk şişib, bu adamı ki mən tutmadım, onların dediyi. Orada falan 2 milyonda pul var. Həmin məsələ ki, bizim üçün. Yox, başqa cürədir biraz. Götürmüşlər, bunun pulu var, saxlamı qalmalıdır orada. Yox, açıq bəllidir, pulla almağa 2 milyon. Deyirlər, gətirin. Vermirlər, gəl qalsın burada. Yaşın qalsın, qalsın. Sən də bunu elə də. Bax, indiyə qədər 100-ünə də vermişəm. Sən ömründə çörək gəlir. Prostur, milyonlar, nə danışdınız? Mən sənə deyirəm ki, Zülfüqara qardaşlara verdi, 5 milyon aldılar, bir tutturdular mənə və 20 gündən sonra aldılar, bir bıraxdırdılar. Deyilən ki, 5 qəti mənə verdilər. Bu hakimdir və o bilmirəm hansı qurum barədə söhbət açır, amma Nərimanov rayon məhkəməsinin hakimi idi həmin vaxtı. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsindən söhbət gedir, o keçmiş məşhur banda dildən. Və dinləyicilərə aydın olsun deyə Elşad İbrahimov, üzr istəyirəm, Elşad Abdullayevdə belə bir şübhə var idi ki, onun qardaşı həmin idarədə saxlanılıb bir müddət, sonra yoxa çıxıb, belə bir şübhəsi var idi və bundan ötürü o həmin idarəyə sözü keçən adamlara müraciət edirdi. Bundan əvvəl yayılmış videoda da polisə nəzarət edən qurumdan bir nəfərlə söhbəti olub. İndi də həmin idarənin yerləşdiyi Nərimanov rayonunun hakimin ilə gedir söhbət. Və hakim orada deyir ki, təcrübəsindən danışır. Deyir ki, mənə nə zaman tapşırıblarsa. Mən doğrusu düzüb biraz belə hüquqi biliklərim bəlkə çatmır. Bəlkə sadəcə bunu anlamaqdan biraz anlamağa çətinlik çəkirəm, amma mən heç bilmirəm, burada şikayət edən hakim qurbandır, yoxsa günahkardır, yoxsa kimdir? Çünki hakim şikayət edir ki, belədir də vəziyyət, neynəmək olar? Xəncə xanım, mən bu videoya bəlkə 10 dəfə baxmışam. Mən səmimi deyirəm, indi də fikir verdiniz, diqqətlə qulaq asırdım və hər qulaq asanda mən o həyəcan hissi bürüyür. Səmimi sizə deyirəm, belə vahimə bürüyür. Onun üçün mən də hakim olmuşam, məhkəmə sədri olmuşam, prokurorluqda işləmişəm. Yəni, mən işlədiyim dövrdə mən bilirdim, onda mənim öz çıxışlarım da var idi ki, məsələn, məhkəmə sistemində, prokurorluq sistemində ələyirlik var. Səmimi sizə deyirəm, belə şeylər təsəvvür etmək mümkün deyil. Bu, indi tarixdir da biz oxuyuruq, öyrənirik, cürbəcür ölkələrin, rejimlərin tarixini, ən qəddar rejimlərdə belə sizə səmimi deyirəm ki, belə alver görməzsiniz. Belə şey görməzsiniz. Bir də, indi bu hakim o dedi, mən iflis keçirmişəm. Çoxları hesab elədi ki, bu Gülər Əhmədovanın iflicindəndir, amma xeyr. Bu həqiqətən iflis keçir. Bunu mən gözümlə təxminən... Həmin hakim hələ də işləyir sistemdə. Ağır Cinayətlər Məhkəməsində mən onu görmüşəm təxminən bir ay qabaq. Bir ağır vəziyyətdə əsa ilə, zorla gəzirdi və mən onda təəccübləndim ki, niyə bu hala düşübdür?
Və sizə bir şey deyim. Hə, deyirsiniz ki, yəni video yayılmamışdan xəbəri var idi ki, videosu yayılır. Yəqin ola bilsin o videodan xəbər tutandan sonra o günə düşübdür. Qorxudan ya nədən deyəmərəm, amma başqa şey sizə deyim. O siz ki dedinizsə, bu hakim burada qurbandır, zərər çəkəndir, günahkardır. Çünki şikayət edir. Hamısı bir yerdədir. Hamısı bir yerdədir. Bəli, bu birinci növbə günahkardır. İkinci növbə, həqiqətən bu da zərər çəkəndir. Ona görə ki, bunlar hamısı girovdur. Bilirsiniz, o 5 manatın əvəzinə girov olurlar. Bir dəfə elə belə deyil ki, axı bu hakimləri yığıb təyinatdan qabaq Ədliyyə Nazirliyində yığanda, keçən dəfə Ramiz Mehdiyev gəlmişdi, Fikrət Məmmədovla bir yerdə. O üstü örtülü onları bir kəlmə demişdi. Sonra mənə çox hakimlər onu dedi. Biz bilirik siz nələrlə məşğulsuz. Yəni, sizin hər birinizin rüşvət içində olduğunuzu bilirik. Amma siz biz dediyimizi eləyəsiniz, sizə dəif toxunmayacaq. Yəni, son budur. Bir də bir şey deyim, bu Ağababa Babayev heç də hakimlərin içində ən qəddarı, ən ləyaqətsizi deyil. Mən sizə səmimi deyirəm. Yəni, o hakimlər korpusunu götürsəz, bu olayın içində hələ yəni, meçidə aparmaq olar bunu. Olayın içində elələri var ki, bu deyilənləri eləyirlər və bundan heç bir vicdan azabı çəkmirlər. Bu adi bir al-verə çevrilir. Görürsünüz, deyir ki, mən sizdən istəmədim ki, içinə. Başqaları istəyirlər. Deyirsən, burada 10 manat alıbsan, onun da 30% mənimdir. Məhkəmə sistemində mən axı buradan bir dəfə çıxış eləyib, Ali Məhkəmənin sədrinə Fikrət Məmmədova baş prokurora müraciət eləmişdim. Ki, siz nə deyirsiniz ki, korrupsiya ilə mübarizə? Mən sizə dəqiq deyirəm ki, sizdə hər şey faizlə ölçülür. Alınan məbləğin, rüşvətin 30% prokurorluğa gedir. Yerdə qalan 50% sədrə gedir, 50% hakimə qalır. Bunu hamısı bilir. Vəkillər arada haraçılıq eləyəndə 10% vəkilə qaytarırlar. Mən niyə məsələn, çox vəkillər var ki, məndən qat-qat çox qazanır. Ona görə yox ki, məndən tanınmışdır, məndən bacarıqlıdır. Xeyr, sadəcə onlar vasitəçilik eləyə bilirlər. Bu vasitəçilik eləyirlər. Ona görə məsələn 10%-də dərhal daban dibin onları qaytarırlar. Bu yenə deyirəm, indi o günlərim yəqin baxdınız, məhkəmə ilə bağlı olduğuna görə mən diqqətlə baxdım, Yasamal Məhkəməsinin açılışı oldu. Həqqi mənada mən sizə səmimi deyirəm ki, yer kürəsində ikinci belə məhkəmə yoxdur. Texniki təchizatınla, binanın gözəlliyi ilə, hər bir şeyinlə. Yaxud ali məhkəmə. Mən Avropa ölkələrinin çox ali məhkəmələrində olmuşam. O cümlədən ən möhtəşəm olan deyək Amerika ali məhkəməsində bizim ali məhkəmə ilə onlar müqayisə olunmazdı. Bizim ali məhkəmənin içərisinə girəndə sanki məsələn ən böyük, ən gözəl şah saraylarından biri Versal, bir də Krakowda sayılır. İkisində də olmuşam. Bu ondan da gözəldir. Məhkəmə zalları ondan da gözəldir. Amma nə faydası? Bilirsiniz, bu nədir? Elə bilin ki, o deyirlər, hə, qızıl teşdir, biz də içinə kusuruq. Qızıl teşdə. Həmin o şeydir. Mən orada birinci dəfə ali məhkəmədə olub o qanunsuz qərarı qəbul eşidəndə, mən orada hakimlərin yanında hər birinə dedim. Mən çox təəssüf eləyirəm ki, belə gözəl binanı da murdarladınız. Ya, bu həqiqətən belədir. Belə bir anekdot dolaşırdı, lətifə dolaşırdı sosial şəbəkələrdə. Bizim ali məhkəmənin girişində olan o Femida heykəlinin üstündən bir plakat asıb qoymuşdular, şəkil montaj eləmişdilər. Üstündə yazılmışdı, mənlik deyil. Femida. Femidanın adından. Amma ki, yəni bu bir zarafat mövzusu deyil əslində. Ya, bu faciədir. Mən sizə bir şey deyim. Mən uzun müddət, yəni 89-dan bir müddət prokurorluqda işlədim. Sonra prezident aparatında işlədim. Ondan da bu yana hakim işlədim. Onların içində həqiqətən məsələn oturub söhbət eləyəndə belə insan kimi, intellektual baxımdan çox yaxşıları var. Amma mən bir şey məsələn həmişə onlara deyirəm. Mən səni o vaxt belə səmimi, gözəl insan kimi qəbul eləyərəm ki, sən özün rüşvət almayasan və deyəsən ki, məni məcbur eləyirlər. Rüşvət alma, amma indi məcbur eləyirlər deyəsən, bax bilirsən, amma, mən... Aslan bəy, biz o videoda məlum olur ki, məcbur da eləmirlər. Yəni ki, məcburiyyət söhbəti də deyil. O deyir ki, 2 milyon
alıb kimisə tutmaq istəyirdilər. Mən açdım, buraxdım. Mən açdım, buraxdım. Yəni bu adamın bunu eləmə imkanı var. Mən sizə bir şey dedim. O hakim yoxdur. Çoxların yəqin don qeydərəcəklər ki, bu yalan danışır. Amma mən sizə səmimi deyirəm. Onun dediyinin hamısına mən inanıram ki, o həqiqətdir. Bircə məsələn o 5 milyon məsələsində bunun məlumatı düz deyil. Ona görə ki, alınan əmlak 5 milyondan qat-qat çoxdur. 10 dəfələrlə çoxdur. Bu sadəcə 5 milyon deyir. Amma ümumi deyiləndə, o həqiqətən deyir, buna mən onda vəkilləri olmuşam. Tutdular 10 gün mütəşəkkil cinayətkarlara qarşı mübarizə idarəsində saxladılar. 10 gün mən onların yanına keçə bilmədim. 10 gün bar bağırdım. Mən bir günlərim deyək sosial Facebook səhifəmdə həmin videolar var. Ki, məni müvəkkilimin yanına buraxmırlar. 10 gündən sonra buraxdılar. Ondan sonra apardılar, bunların haqqında cinayət işi qaldırdılar. Güyən Zülfüqarlı qardaşları zor tətbiq etməklə Əliyeva Afət adlı bir qadından pul tələb ediblər. Bunu və həmin o Ağababa Ağayev baxırdı, Babayev baxırdı. Ağababa Ağayev qətimkan tədbiri seçmişdi. Ağababa Babayev qətimkan tədbiri seçib həbs eləmişdi. Yəni həqiqətən də bu onun baxdığı. Bəli, öz də bu Ağababa Babayevi siz təqdim edirsiniz hər dəfə ki, hakim, bu hakim deyil. Bu uzun müddət Nizami Rayon Məhkəməsinin sədri işləyib. Ədliyyə Nazirliyində böyük vəzifədə işləyib. Sonra gedibdi Nərmanov Rayon Məhkəməsinin sədri idi o dövr. Ona görə ki, bu dəqiqə... Yəni özü fiziki olaraq baxmırdı, sadəcə sədr olaraq göstəriş verirdi. Bu işə də baxıbdı. İkinci də bir şey anlayın. Azərbaycanda elə məhkəmə yoxdur ki, hakim qərarı özü qəbul edir. Hakim hansı qərar lazımdır, gedir sədrlə soruşur. Sədr deyir, bunu belə elə. Bitdi. O sədrə deyə bilməz ki, niyə bunu bu cür eləməyim, başqa cür eləyim. Həmin günü onu həbs eləyərlər. Qaydıram mən mövzuya, bəla nədədir burada? Mən demədim ki, o deyirəm ki, belə çox ziyalı, belə oturub süfrədə danışsın, deyərsən ki, Peyğəmbər övladıdır. Mən onların hər birindən həmişə söhbətdə bir məsələni deyirəm. Əgər sən almasan, mən səni Peyğəmbər kimi qəbul eləyərəm. Amma baxın, sən alırsan, bu sistemdən faydalanırsan, əgər faydalanırsan, gözü kölgəlisən, sabah da sənə nəsə deyiləndə deyirsən baş üstə. Mən Respublika prokurorunda işləmişəm. Sumqayıt prosesi ilə bağlı mənə prokurorun rəhbəri deyib ki, bunu istə. Amma mən gedib 15 ildən artıq olmamaq şərti ilə Qriqoryana. Mən gedib məhkəmədə güllələnmək istəmişəm. Mənə heç kim üçün eləyənmədi. Niyə? Mən pul almırdım. Əgər mən bir dəfə almış olsaydım, mənim başımı oynaçardılar. Amma hakim Ağababa Babayev özünün həmin videoda dediyi kimi, əgər bu odursa və həqiqətən də bu sözlər deyibsə, o deyib ki, mən bir məsələdə onların dediyini eləmədim. Bu deməkdir ki, onun buna imkanı çatırdı. Yoxsa yox? Eləyə bilərlər. Amma sonra onun əzabını çəkər. Ola bilsin elə həmin o eləmədiyinə görə də onu sonra sədrlikdən çıxartdılar, göndərdilər ağır cinayətlərə hakim. Bu aşağı vəzifə sayılır? Yox. Burada o böyük vəzifədir. Məsələn, Ali Məhkəmənin sədri, üzvü çox böyük vəzifədir. Amma siz orada olan Ali Məhkəmə üzvlərinin hər birindən səmimi soruşsanız, hər birinin arzusu hansısa rayonda məhkəmə sədri olmaqdır. Niyə? Məhkəmə sədrinin gəlir, onun gəlirindən çoxdur. Bu biznesdir. Heç kim bu sistemdə özünü hakim olaraq qəbul eləmir. Yəni, mən gedim, hakim olum, ədalətli qərar qəbul edeyim, prinsip onlara yaddır. Onların bir prinsip var. Harada, nə qədər mən qazanacam. Dinləyicilər yazır, mən imzalı dinləyicidir, belə qoyum imzasını. Salam, hörmətli Aslan bəy, deyirəm, nə yaxşı ki, Elşad müəllimin pulu var bütün bunları etməyə. Bir də vaxtında ağıllı çıxıb bu zapisləri eləyib, yoxsa indi nə edərdi? Amma mənim o qədər pulum yoxdur və yəqin ki, heç vaxtda olmayacaq. Elə ona görə də sizin gəlişinizdən istifadə edib sual vermək istəyirəm. Yəqin ki, qəbahət deyil, hörmətli aparıcı. Bakı milyonçularının əllərindən bolşeviklər tərəfindən alınmış əmlaklarını qanuni yolla qaytarılmasının bir yolu varmı və o hansı yoldur? Tez zəhmət olmasa deyin. Yəni, bu çox müzakirə olunan sualdır. Keçmiş SSR dövlətlərinin heç birində bu olmayıb. Bircə Estoniyada, səhv etmirəmsə, Pribaltikada restitusiya haqqında, yəni müsadirə olmuş əmlakın geri qaytarılması barədə qanun qəbul olundu. O da Caqala vətəndaş müharibəsinə gətirib çıxarırdı, sonra da ləğv olundu. Yəni o yoxdur. Və inanmıram ki, olar.
Yəni onun olması mümkün deyil. Ona görə ki, onun üstündən 100 illər keçib, təmlaşlar əldən ələ keçib, artıq çox əksəriyyəti vicdanlı alıcılardadır. Ona görə bu qeyri-realdır. Yəni mən istəmirəm bu mövzudan yayına. Ona görə ki, hesab edirəm ki, bu bizim hər birimizin faciəmizdir. Mən Facebook səhifəmdə yazdım bir dəfə ki, mən əminəm ki, gələcək nəsillər bu videolara baxıb, bu müzakirələri dinləyəndə bizim hər birimizə lənət oxuyacaq. O cümlədən sizə, mənə, hamımıza ki, siz bu cəmiyyətdə necə yaşayıbsınız? Axı necə? Hamı sizin haqqınızı yeyib, sizi qul yerinə qoyub, şəxsi ləyaqətinizi tapdalayıb, ayaqlarını silib üstünüzə və siz buna susubsunuz. Və onlar haqlı olacaqdır. Dinləyicilər yazırlar. Afrikadan salamlar yazır Elnur imzalı dinləyici. Afrikada əmin eləyirəm ki, belə şey olmaz. Yazır Elnur, özdə Tanzaniyadan yazır. Özü belə yazır. Aslan bəy salamlayıram. Aslan bəy sizi təəccübləndirən nədir? Mən başa düşmürəm. Parlament seçkiləri vaxtı Azərbaycanın ziyalıları, yəni müəllimləri, həkimləri və başqaları karuseldə iştirak edirdilər. Yəni bu xalq özü bu qeyri-legitim hakimiyyəti seçib və prosesdə fəal iştirak edib. Bəs yaxşı, kim qalxıb etiraz etməlidir? Deputatların özü etiraz etməlidir, yoxsa onları karuselləyən xalq? Məni bu ölkədə heç nə təəccübləndirmir artıq. Belə yazır. Tam haqlıdır. Tanzaniyada. Ona görə ki, bütün parlament seçkilərinin, saxtakarlıqlarının önündə gedən bizim müəllimlər olubdur. Yenə off topic. İkinci də, hələ 2000 il bundan qabaq qədim Yunanlar deyibdi ki, hər bir xalq öz hökmdarına layiqdir. Yenə off-top mesaj var, o imzalı dinləyicidən. Adam utanır məmləkətdə yaşamağa. Yenə 8-9-cu sinif şagirdlərindən attestat üçün 30 manat tələb edirlər. Yaşar yazır, saxta prezidenti olan ölkəmizin qanunverici məhkəmə və icra hakimiyyətinin saxta olması labüddür. Sistemi kökündən dəyişmək lazımdır. Elxan yazır, salam azadlıq, bu videoda nəyin alveri gedir? Pomidor mu satırlar? Ayıb olsun, yazır Elxan. İnsan talelərinin alveri gedir. Samir Kazımlı yazır, Texnika Bankın Yasamal filialının sabiq müdür müavini. Xalq Cəbhəsi Partiyası Sədri Əli Kəriminin qayını Elnur Seyidovla bağlı müraciət var. Bu barədə məktub göndərib. Efirə hər halda müraciəti oxuya bilməyəcəyik. Salam. Aslan müəllim İlham Əliyevin son çıxışında sizə elə gəlmirmi ki, milləti barmağına dolayıb? Belə sual verir yenə. Mövzudan biraz deyəsən kənara çıxırıq. Yox, kənara çıxmır. Tam mövzunun sualıdır. 2000-ci il seçkilərindən sonra, ona görə ki, bilirsiniz ki, mən 2005-dən 2008-ə qədər çox ciddi cəhdlə Azərbaycan Respublikası Prezidenti müdafiə etmişəm. Və inanmaq istəmişəm ki, reformaya gedəcək. 2005-ci il parlament seçkilərində gözlədim, alınmadı. Sonra yəqin elədim ki, 2008-ci ildə ikinci dəfə artıq öz komandasını formalaşdırıb prezident seçkilərinə gedəndən sonra başlayar. Bundan sonra alınmayanda mən sakitləşdim. Bir dənə də müdafiə nitqim olmalı. 2010-cu ildən o seçki biabırçılığını mən özüm şəxsən görəndən sonra gecə saat 5-də mən bir yazı yazdım və sosial şəbəkədə onu paylaşdım. İqtidara, müxalifətə və xalqıma müraciətim. İqtidara reallıq hissini, əxlaqi dəyərləri və dövlətçilik məsuliyyətini itirməyin. Mənə elə gəlir ki, üçü də itibdir. Ona görə ki, mən deyək, prezidentin sonuncu çıxışından sonra həqiqətən mən bu ölkədə yaşamıram, ya prezident bu ölkənin prezidenti deyil. Ona görə ki, axı o deyilənlərlə reallıq, bu sadəcə və yenə deyirəm ki, ya bu ölkə reallıq hissi itirilib, ya da ki, prezident ölkəni idarə eləmir. Kimlər idarə eləyir, necə idarə eləyir, niyə belə idarə eləyir və bunun axırı, mən çox fəlakətlər qarşılaşacaq biz. Çox ağır fəlakətlərlə. Ona görə ki, bilirsiniz, bu günlərim, deyək, Rusiyanın Azərbaycana açıq-aşkar bir təhdidi var. Bu gün Azərbaycan 93-cü il Xalq Cəbhəsi hakimiyyətin 93-cü ilin ikinci yarım ilini yaşayır bugünkü hakimiyyət. Onda da bu cür proseslər getdi, onda da Rəhəm Qaziyevlər, Sürət Hüseynovlar peyda oldu. Onda da Sürət Hüseynov bir qurum yaratdı, səhv etmirəmsə, ya hərbi birləşmə idi, nəsə belə bir qurum idi, ya bir qeyri-hökumət təşkilatı.
İndi də yeni Rusiyada bir qurum yaranır, Sadval yenə canlanır, yenə Sürət Hüseynin milli qəhrəman adını tələb eləyir, Rəhim Qaziyev fəallaşır. Yəni bu bir mənalı görməmək, bunu kör olmaq deməkdir. Amma mən bu hakimiyyəti necə müdafiə edim? Mən dövlətçiliyimi müdafiə etmək istəyirəm. Müdafiə etmək istəyirəm ki, mənim hakimiyyəti yıxmasınlar, ona görə ki, bir xaos yaratmasınlar. Amma hansı üzlə mən müdafiə edə biləm? Mən hiss edirəm ki, mənim dövlətim məhvə doğru gedir və çox fəlakətə gedir. Amma necə müdafiə edəsən? Bu oğruları mən necə müdafiə edeyim ki? Elnur Məlikov yazır, Aslan mənim gözümüzün qabağında bu qədər dəlil olduğu halda hökumət təmsilçilərinin məlum reaksiyasına cəmiyyətimizin və xüsusilə də dünyanın ictimaiyyətinin susqunluğu nə ilə bağlıdır? Belə yazır. Yəni, mən dəfələrlə deyilib bir daha təkrar edirəm ki, hər bir xalq öz taleyini özü həll edir. Bunu bir mənalı anlamaq lazımdır. Nə Amerika, nə Avropa gəlib bizim taleyimizi həll etməyəcək, bizim yerimizə mitinglərə çıxmayacaq, bizim yerimizə etiraz eləməyəcəklər, bizim yerimizə müqavimət göstərməyəcək, biz özümüz eləməliyik. Biz buna dözürük, qəbul edirik, demək biz buna layiqik. Mərdəkandan Əmirxan yazır, vaxt vardı Ruçka videonu vətənə gətirməyə icazə vermirdilər ki, birdən sıravi vətəndaş məmuru gizli çəkib ifşa edər. Özləri istədiyi şeyi alırdılar. Elə öz içlərindən uçeçki oldu. İndi də icazə vermirlər. Əgər hamıya icazə verilsəydi, heç bir insan stelka vaxtı ehtiyatı əldən verməzdi. Görünə deyirəm də, məsələn, Amerikada həmin o gizli çəkiliş nəzərdə tutanlar, yaxud otağına gizli çəkiliş quraşdırılıbsa da onu yoxlayıb aşkar edən cihazlar açıq-aşkar mağazada satılır. Mən onu alıb gətirmək istədim, ona görə ki, şübhəm yoxdur ki, mənim otağımda orada hər yerə nəsə quraşdıra bilərlər. Onu gətirmək istədim, qanunvericiliyə baxdım, çıxır. Mən onu gətirsəm, məni cinayət məsuliyyətinə cəlb edərlər. Mən özümü qorumaq üçün istəyirəm bunu. Bu da olmaz. Niyə? Amma Amerikada silah satışı da qanunidir, ona qalsa. Dinləyici yazır, Aslan bəy, Ruslar demiş, Klinov vışıbaydı. Belə adamları elə Elşad kimlər də şantaj edə bilər. Hələ durun, görərsiniz ki, müxalifət üçün yaxşı videolar olmalıdır. Görərsiniz, 100% iqtidarı müxalifət saxlayır. İqtidarı müxalifət saxlayır. Müxalifəti də iqtidar. Valla mən burada heç kimi inanmıram. Mitinglərə çıxsam şüarım bu olacaq. İqtidara da müxalifətə də istefa. Əzizə imzalı dinləyici yazır. Mən 89-dan Azərbaycana gəlib yaşayıram burada. Və 89-cu ildən öz əməlində axıra qədər davamlı milli dövlət mənafiyini gözləyən bir qurum görməmişəm. Salam, hörmətli Aslan müəllimi salamlayıram. Mən bu məsələyə başqa prizmadan baxıram. Bir tərəfdən sevinməliyik ki, Elşad Abdullayevin işi alınmayıb, yəni 500 minə deputat ola bilməyib və 2 milyona qardaşını azad etdirə bilməyib. Yoxsa bu cinayətlərdən xəbərimiz olmazdı. Deməli, görün, Elşad Abdullayevdən fərqli olaraq neçələrinin işi alınır və onlar da pulla deputat olurlar. Qeyri-legitim məhkəmə sistemini maliyyələşdirirlər. Bir tərəfdən hakimiyyətə təşəkkür etməliyik ki, Elşad Abdullayevin işini həll etmədi və o da hakimiyyətin özünün cinayətlərini açdı tökdü və indi əlimizdə hakimiyyətə qarşı konkret cinayət faktları var. Çox sağ olun, Zamiq Məmmədli yazır bunu. Amma bir qeyd etməliyəm. Əslində Elşad Abdullayev 2005-ci il noyabr seçkilərində deputat elan edilmişdi. Noyabrın 7-si səhər saat 11-də Mərkəzi Seçki Komissiyası onun deputat seçkilərində qalib gəldiyini təsdiqləmişdir. Mən çox təəssüf edirəm ki, üzr istəyirəm Xədicə sözünüzü kəsim, çox təəssüf edirəm ki, Azərbaycan jurnalistikası, yəni bu günlərim hamımızın yeganə güvən yerimiz, yəni mən gördüyüm son illər mübarizə aparan ancaq jurnalistikadır. O müxalifət də jurnalistikanın hesabına belə göstərir ki, var. Mən çox təəssüf edirəm ki, jurnalistika Elşad Abdullayev məsələsində Gülər Əhmədova ilə bağlı tam axıra qədər getmədilər. Onun üçün ifşa eləmək lazım idi ki, Elşad Abdullayev, Gülər Əhmədovanın orada gedən bazarlıq bu həqiqətdir. Ona görə ki, Elşad Abdullayev məhz yarısını vermişdi pulunun, ona görə elan olundu və buna da deyilmişdi ki, yarısını gətirəcəksən. Yarısını gətirmədiyinə görə sonra ləğv olundu. Elşad Abdullayev qalib olmuşdu və Elşad Abdullayev ərizəsində yazır ki, dəstəkləmişdi. YAP tövlükdə oradan YAP-ın üzvü də vermişdi. Yəni əslində Elşad Abdullayev ərizələrində də yazır ki, o pulu əslində 2 milyon verib o xanımlara.
o 1 milyon da yox, 2 milyon verib və əslində o pulu ödəyib və nəticəsini də alıb. Sadəcə həmin vaxtı xatırlayırsınızsa seçki ilə bağlı orada həmin dairədə çox mübahisəli məsələlər oldu. Arzu Səmədbəyli və İlqar Məmmədov ikisi də protokol toplamışdılar orada. Namizədlər, digər alternativ namizədlər ikisi də çox kəskin mübarizəyə girdilər. Ona görə Xəncə xanım, mən 95-ci ildə, 2000, 2005, 2010-cu ildə parlament seçkilərində iştirak etmişəm və dəfələrlə demişəm ki, təkcə birinci dəfə mən həqiqətən bütün varlığımla parlamentə düşmək istəmişəm ki, seçilmək, gedib orada fəaliyyət göstərmək. 95-ci ildən sonra isə sadəcə proseduru keçib baxmaq necə keçir. Bugün parlamentdə oturan bir nəfər ola bilməz ki, deyək ki, mən Ramiz Mehdiyevin siyahısı olmadan parlamentə düşmüşüm. O yalandır. Yəni, heç kim yoxdur. Məsələn, səs toplaya biləcək o parlamentdə mənim tanıdığım 2-3 adam bəlkə var. Məsələn, deyək Qəndirə Paşayeva. Qəndirə Paşayeva da əgər razılıq olmasa oraya düşə bilməzdi, səs toplasa belə. Və özü də mən bildiyimə günün birinci yarısı heç də Qəndirə Paşayevanı buraxmaq istəmirdilər. Sonra müdaxilələrdən sonra Qəndirə keçdi. Amma bilmirəm, Qəndirə Paşayevanın bunu sübut edən videoları ortaya çıxacaq nə vaxtsa, yoxsa yox. Hər halda, dinləyicilər, yazılar xatırladıram 050-744-10-17 SMS xəttimiz, efir @işarəsi. Azadlıq Radiosu.az e-mail ünvanımızdır. 436-77-41 prodüserlə əlaqə telefonudur. Üzr istəyirəm Aslan bəy. Mən bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Biz bugün Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı rəyini eşitmək istirdik və çünki Konstitusiya Məhkəməsi Azərbaycanda Konstitusiyanın qüvvədə olması üçün məsul qurumlardan biridir və Konstitusiya Məhkəməsinin Azərbaycan Konstitusiyasında təsbit edilmiş hakimiyyətin mənbəyi xalqdır və ədalətli məhkəmə hüququ var insanların. Məhkəmə müstəqildir. Məhkəmə müstəqilliyi və sair prinsiplərin bu videolar tərəfindən təkzib edilməsini şərh verməli, yəni şərh verməlidir və biz bu şərh verməsi üçün onlara müraciət etdik, bu imkanı yaratmaq istədik onlara. Nə baş verdi? Və eyni zamanda Məhkəmə Hüquq Şurasına müraciət etdik. Məhkəmə Hüquq Şurasının aparat rəhbəri Cavid Hüseynov və Şuranın üzvü Şəfaət Həsənovla dəfələrlə müraciət elədik. Onlar verilişə qatılmaqdan boyun qaçırdılar. Konstitusiya Məhkəməsindən söz verdilər ki, verilişə kimsə qatılacaq, amma sonra telefonları cavab vermədilər. Çingiz Qənizadə və Əli Hüseynov verilişdə bunlar parlamentin Dövlət Hüquq Komitəsinin üzvləridirlər, deputatlardır. Çingiz Qənizadə və Əli Hüseynov verilişdə iştirak etməyə imkanları yoxdur, dedilər. Nurəddin Zülfüqarlı ilə indi söhbətimiz olacaq az sonra, artıq telefon xəttindədir. Hər vaxtınız xeyir Nurəddin bəy. Hər vaxtınız xeyir Fəthə xanım. Və az sonra sizə ünvanlayacaq suallarımı mən iki dinləyicinin də fikirlərini oxumaq istəyirəm. Oktay İskəndərli oxuyur. Oktay İskəndərli yazır. Aslan bəy, diktaturanın hökm sürdüyü ölkələrdə dövlət səviyyəsində təşkil olunmuş adam oğurluğu, siyasi qətillərin və dövləti cinayətlərinin üstünün açılması ehtimalı varmı? Elmar Hüseynov və Rail Rızayevin adını çəkir dinləyici. Şəxsən mən hesab edirəm ki, Mahir Abdullayevin qətlinin üstü, bilmirəm, amma onun qətli fikrini hardan alıb Oktay bəy, bu rejimdə açmaq mümkün olmayacaq. Sizin fikrinizi bilmək dinləyicilər üçün maraqlı olar. Göyçaydan Oktay İskəndərli yazır bunu. Bunu yadda saxlayın lütfən bu sualı. Və Aslan bəyə sualı var, siyasət imzalı dinləyicinin. Aslan bəy, bu il nəsə gözlənilirmi millət ağ günə çıxsın? Azərbaycan rüşvət üstündə qurulub, belə də getməlidir. Düz deyirsiniz ki, özümüz həll eləməliyik, öz taleyimizdə. Amma nə yazıq ki, xalqımızı elə bir vəziyyətə qoyublar ki, hər şeydən sanki vurublar. Azərbaycan xalqı əzilib gedir. Millət özümüzük, taleyimizi həll eləməliyik, tərpəniş vaxtıdır. Eşad Abdullayev bu hökuməti 8 bal gücündə təkanla silkələdi, az qalıb yıxılmağa təşəkkür edirəm, yazır siyasət imzalı dinləyici. Onun belə, bilmirəm, seysmoloqdur yoxsa yox, amma hər halda zəlzələnin
deyir, zəlzələ var və gücünü də ölçüb. Dinləyici yazır ki, Qafur imzalı dinləyici, yas yerində mollaya sual verdim ki, Allah Teala bu yuxarıdakı rəhbəri niyə cəzalandırmır, xalqın haqqını yeyir, millətə zülm edir. Molla cavabında dedi ki, Allah insanlara şuur verib, get haqqını tələb elə, qoyma səni əssinlər, Allah neynəsin. Belə yazır dinləyicilər, təəssüf ki, hamısını oxumaq imkanımız yoxdur hal-hazırda, amma fikirlərinizi yazın həm Azadlıq Radiosunun web səhifəsində, həm də SMS xəttimizə 050 744 10 17. Verilişin sonuna doğru bir daha biz SMS-lərə oxuyacaq. Mən üzr istəyirəm, o Allah demişkən, əziz oxucular, Allah bəndə deyil ki, yerə inə, barmaq soxa, göz çıxarda. Allah göstərir. Allah göstərdi ki, başqa ölkələrdə nələr baş verdi. Allah elə bugün bu xalqa zülm eləyənlərin özlərinə də göstərirlər, öz problemləri ilə, balaları ilə bağlı. Amma buna görə Allah da deyir ki, bəndə səndən hərəkət, məndən bərəkət. O ki, qaldı, Elmar Hüseynov və digərlərinin işlərinin açılmasına xeyr, mən inanmıram. Hərçənd ki, təxminlərlə Elmar Hüseynovun qətli açılması problemli deyil. Ona görə ki, çoxlu suallar var ki, o sualların cavabı o cinayətin dərhal açılmasına dəlalət edir. Bu yoxdur. Və olmayacaq. Niyə? Yəni, o qətillərdən başqa cinayətdir. Bu ilin əvvəlində Zülfüqarlı qardaşlarının Keşlədə yerləşən əmlaklarını, sonuncu deyək o çexlərini əlindən alanda, mən bütün mətbuatı tökdüm ora. Və bu qardaşlar öz imkanları və fəhlələr zoruna əmlakı saxladılar. Rasim Məmmədov, yəni Ramiz Mehdiyevin biznesini idarə edən və Bəylər Əyəbovun biznesi yaxın olan, onların biznesini idarə edən bir şəxs Fariz adlı bir qoçunu öz dəstəsindən idmançılara göndərmişdi. Farizi o jurnalistlər yığışıb, böyük haykü qarşı durma yoranda Farizi həbs etdilər. Bir gündən sonra buraxdılar, güya haqqında cinayət işi qaldırdılar. Amma Fariz bir gün də həmin əməllərini davam edir. Bir gün də bu cinayət davam edir. Mən Zakir Qaralova bir gün məktub göndərmişəm. Və həmin bu videonu da əlavə etmişəm. Ki, baş prokuror 2005-ci ilin dekabrın 11-dən dəfələrlə sizə Zülfüqarlı qardaşlarının qanunsuz olaraq həbs edilməsi, qanunsuz olaraq türmədə saxlanılması, qanunsuz olaraq əmlaklarının 80%-nin əlindən alınması yazılı sübutlarla təqdim etmişəm. Siz buna heç bir reaksiya vermirsiniz. Ümumiyyətlə alırsınız bu prokurorluğa göndərdiyiniz. Heç bir reaksiya. Sanki belə bir şey olmayıbdır, özdə bir şey deyim sizə. Prokurorluğun ən yüksək səviyyədə olanları da bu mövzu ilə bağlı indi tanıyırlar. Bəzilərdən müraciət edəndə deyir aslan, bilmirsiniz biz adam tutanıyıq. Yəni prezident aparatından o göstəriş gəlməsə, Fuad Ələsgərov razılaşdırıb, deməsə ki, filankəsi həbs edin, kimdir onları həbs edən? Mən Nurəddin bəyə müraciət eləmək istəyirəm. Nurəddin bəy, sizdən söhbət gedir həmin videoda və videoda haqqınızda danışılanların doğru olduğunu təsdiqləyirsinizmi? Alo? Əlbəttə, videoda hakim özü etiraf edir ki, onları qanunsuz olaraq tutmuşam. Və heç bir günahları olmadan türmədə oturublar. Bunlar doğru deyil. Əmlaklarımızı əlimizdən alıblar. Dəyəri 5 milyon deyil. O zamanki dəyərlə 50 milyondur. Bugün daha fərqli qiyməti var. Bir odur. Deyəcəyim söz. Aydındır. Və sizi, ümumiyyətlə siz bu hakimlə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi arasında sövdələşmədən xəbərdar edinizmi? İndi sövdələşmələri var idi, yoxdur bilmirəm, amma hər yerdə də demiş ki, Aslan bəy də bunu həmişə deyir. Ədalətsiz olaraq, mənim vəkilim olmadan, ondan sonra iki tərəfdə heç bir şəxs eləmədən bizi sadəcə götürüb salmışdılar içəri. Məhkəmənin necə xatırlayırsınız? O həbs qəti imkan tədbirinin seçilməsi barədə məhkəməni necə xatırlayırsınız? Başa düşürəm, üstündən 7 il vaxt geçir. Məhkəməni xatırlayıram, çox həyəcanlıydı hakim. Heç adım da demədi. Gördüm ki, onsuz da bu qərarı çıxaracaq. Başım buluyurdu ki, yəni mənlik deyil, elə işarə vermək istəyirdi.
Amma vicdan azabı təbii hiss olunurdu. Hiss olunurdu. Yəni başını buladığından belə hiss elədiniz. Yoxsa bunu sözlərlə bulamaqla yəni demək istəyirdim, mənlik deyil. Yəni göstəriş belədir. Göstəriş belədir. Yəni orada Nurəddin müəllimin indi yəqin yadından çıxıbdı. Bu dönə-dönə tələb eləyir ki, mənim vəkilim var Aslan İsmailov. Gəlsin vəkilimin iştirakı ilə baxın bu prosesə. Onu təmin eləməyiblər. Və Bəli, doğru. bunun əsaslandırırdı mı hakim hansısa şəkildə? Xədicə xanım, orada elə bir məhkəmə olmadı ki, bir soruşdular ayın neçəsidir, nə üçün. Sadəcə görünsün deyə gətirdilər, oxudular, hazır idi hər şey. Ondan sonra da çəkər qollarımızı bağlayıb apardılar banditizmi. Yəni sizə danışmaq üçün... Yəni siz düşündüyünüz kimi orada təhlillər, nə bilim soruşsun, nə üçündür, elə bir şeylər olmadı. Mən özümü çox, necə deyərlər, irəli attım ki, bir haqsız yerə məni tutublar, xahiş edirəm, mənə qulaq asın falan. O da başım buladı ki, yəni qulaq asmalı bir şey yoxdur, aslında bu belə olur. Aha. İndi bu hakim həmin o videoda, həqiqətdirsə bütün bu söhbətlər, həmin videoda hakim deyir ki, ona bir qəpikdə pul çatmayıb və narazılığını ifadə edir. Sizcə o başını bulayanda ondan narazılığını ifadə edirdi, yoxsa narazı idi ki, onu bu işi görməyə məcbur edirlər, günahsız adamı həbs elətdirirlər? Vallahi ondan soruşmaq lazımdır. Hər halda başını buluyurdu ki, onu işə salıblar, günahsız insanları cəza verir. Ola bilər belə düşünürdü. Aydındır. Aydındır. Təşəkkür edirəm Nurəddin bəy. Bilirəm ki, bu 7 il keçsə də hələ də yəqin ki, sizin üçün çətin məsələdir bunu xatırlamaq. Çox sağ olun. Mən bir şey əlavə eləmək istəyirəm, Xədicə xanım. Buyurun. Bu deyirlər, həqiqət gec-tez üzə çıxır. Yəni, incəlsə də, nə qədər incəlsə də qırılmaz. Baxın, öz dili ilə hakim etiraf eləyir ki, filan kəsləri biz tutmuşuq, gəri salmışıq, filan kəslərin göstərişi ilə heç bir günah olmadan. Zaman gələcək, o eləyənlər də cəzasına, öz əməllərinə Allah qarşısında da, insanların qarşısında da cavab verəcəklər. Ən yaxşısı odur ki, bugün hər kəs elədiyindən peşman olub geri çəksin, etiraf eləsin, bizim haqlarımızın bərpası üçün bir şeylər eləsinlər. Aydındır. Təşəkkür edirəm. Nurəddin Zülfüqarlı ilə söhbət edirdik və mən istəyərdim ki, biz həmin o videodan bir hissəyə... Mən bircə dəqiqə sizdən xahiş edirəm. Burada bu Zülfüqarlıların həbsi ilə bağlı elə biabırçılıqlar var ki, bunu əlavə sübuta ehtiyac yoxdur. Bunları qanunsuz həbs edirlər. Güya Afət Əliyev adlı qadından bunlar pul tələb eləyibdir. Mən bir ay müstəntiqlə, ANS telekanalından, ölkə rəhbəri ilə hamıya müraciət eləmişəm ki, ay kişi, bu adamlar Afət Əliyev adlı adamı tanımırlar. Və bar-bar bağırırlar ki, bir gətirin onu görə ərzə yazan kimdir? İkinci mən deyirdim ki, baş prokurorun birinci muavininlə, Rüstəm Usubovla görüşəndə demişəm ki, bunun ətrafında can güdəni var. 3500 işçisi var. Bu əgər doğrudan kim nəsə pul alasıydısa da göndərərdi. Bu da qaldı. 80% alandan sonra həmin cinayət işinə xətm elədilər. Aydındır. Və əslində bu iş barədə çox danışılıb bizim efirdə də. Biz indi bu işin, bu video sayəsində həmin işin o biri tərəfdən, yəni pərdə arxasını öyrənmək imkanımız oldu. Yenə də deyirəm, əgər bütün bunlar həqiqətdirsə, çünki hakim Ağababa Babayevin özü inkar edir, deyir ki, heç nədən xəbəri yox. Xədicə xanım, mən sizdən xahiş edirəm, siz də o sualı qoymayın. Siz də o sualı qoymayın və insanlarda çaşqınlıq yaratmayın ki, həqiqətdirsə. Ya bundan o yana nə olmalıdır? Mən yenə deyirəm, mən hər dəfə özümə söz verirəm ki, mən əsəbləşməyəcəm, sakit belə münasibət bildirəcəm. Amma belə şeylər görəndə səmimi deyirəm, əsəbləşməmək mümkün deyil. Siz niyə Siyavuş, xahiş edirəm, Siyavuş Novruzov mübariz qurbanlığın çıxışlarına baxmayın. Onu deməyə sifət lazımdır, başa düşürsünüz? Onu deməyə görəsən, bunların ovcunda tutursan, deyir bu əl mənim deyil. Bu indi ovcunda tutulubdur. Başa düşürsünüz? İkinci bir şey. Mən Elşad Abdullayeva bunları elədiyinə görə təşəkkür edirəm. Amma əgər o hansısa oyunun oyuncusudaysa da əlində olanların hamısını qoysun ortaya. Niyə hissə eləyir? Məndə təəssürat yaranır ki, Elşad Abdullayev ya hakimiyyətdəkilərdən kimlərlə sonra bir oyun oynayır. Yaxud dışarıdan hansısa deyə çox ciddi qüvvələr bunu idarə eləyir.
Aydındır. Və mən istərdim ki, biz Elşad Abdullayevin yaydığı videodan bir parçanı da dinləyək və çox az vaxtımız qalıb əslində biz ona bir hissəsinə dinləyək və sonra son şərhinizi istəyəcəyik. Dedim, yoxsa indi də bu insan nə qədər çəkməlidir? Bütün nəsil, ailə xəstələrini düşər olur. Nə eləmək lazımdır? İndi sabah ikinci gündür ya da biri gün mən gedəcəm, Ramillə görüşəcəm. Başqa görə məsələni qoymuşam, o da mərzə edib, Ramil deyib ona, Ağsaqqal mən bir görüşəm, nə belədir filandır. Dedim, onu bəlkə də gün oldu, sabah oldu, məni çağıracaq və nə işidir, bu niyə belə oldu, niyə olmadı, şaşmıyor. Balamı can üçün, hacı, sabah öbürsün, ayın 13-ü olur, 308. Aydındır. İndi görək nə deyir mənə? İndi o şey məsələsi var ki, məhkəmə söhbət açacaqdır orada. Açılsa, deyərəm ki, yaxşıdır məhkəməyə ki, bir şey olmasa da naxudur konec, mənə razı olaraq. Çalış, bunu verəsin. Yox, mən... Deyirəm, qardaş, bunun işçisini dördün işliyordun, kurulun pulu aldın, sən lazım olan pul aldın. Ha, işlədir var. Sən axırda olandan sonra, deyirəm, nə qalırsan, təzədən gətirmək olursan. Vallah, mənə... Da görürüz, amursuzluq, xəyasızlıq olacaq hazırda, getmədim. Qardaşıma görlədim ki, bildim danışdı, elə bulaş yaxtarlar, bəhanə axtarlar. Qardaşıma gördüm, bunları görürüm, amma adamda bir insaf yaxşı. 4 dəfə mənim belə adamı tutdu, o pul da alıb qazandı. İndi... Həmin o pul aldı adamı. Nə əvvəl, demişlər, o pul da aldı. Bu sabah, bu, məsələn, həll olmalı 100%. Ya belə bıraxmalıdır, ya da, indi mən ya sabah ya birinlə görüşəcəm, ya da məhkəməyə verəcək bizə. Hacı, özdə, indi bəlkə də sizə verdi, siz yoluna qoyulur. Elə bir söhbət işlə. ən yaxşı eləsin. İndi, əgər bu cür eləməsə... Bəhsəməli eləmə, vermən yoluna qoyulur da, bəs bura bax. 4 dəfə bunun biridir, adamın işləyir. Arkadaş, elə mi sən demirəm? Pulunu alıb yoluna qoyulur. Vallah deyirəm. Ayıqda xırır, qardaş. Ağırdan, bax, onlarla cəng edirəm. Deyirəm, ayıqda xırır, qardaş. Allah hamısını cəng edirəm. Deyirəm, ayıqda. Özdə bilirlər, nətərdir ki, mən... Deyirəm, 4 gün adam tutmuşam. Deyirəm, adam belə şey verir. Məni bu yerə, mən axı bu həyatım boyu sizlə işləmişəm. Şimdi deyirəm, qardaş, həmçə bizə lazım olan... O da indi... Amma necə bu dövlətin başçısını bizə umuru sağlığını şeydir, Allah qoysa indi, ya sabah, ya bəlkə də büyük çağırdı, çağırmalı lazım bəni. Onu mən ərkacət edib qoyarım. İndi mənim məqsədim odur ki, təmiz çıxsın. Burada da başqa adamların adı çəkilir. Ramil, yəqin ki, söhbət var. Ondan qabaq orada başqa bir adamın adı çəkilir ki, kimlə görüşdüm, kimlə danışdım. O da Ramilə məruz elədi. Orada çox şeylər çəkir. Amma mən istəyərdim onun bir hissəsini verəsiniz. Hakimin kim olduğu buradan sizə bəllidir. Hakim deyir ki, kimin nə vaxt deyiblər, demişəm baş üstə. Onu verdik bayaq. Yox, o hissəsini verdiniz. Yəni, bu adam heç vicdan azabı, kimi deyiblər tutubdur. Kimi deyiblər, özü də deyir, heç 5 qəpiy almamışam. Yəni, buna pay düşməyibdir. Amma orada bir yerində deyir ki, mən artıq təngə gəlmişəm, mən bunlara nifrət eləyirəm. Var elə bir söz də var. Görün kimlərlə bu işləyir ki, bu cür səviyyəli, bu əxlaq sahibi özü də dəngə gəlib onlara nifrət eləyir. Dəhşətlisi budur. Əslində, mövzu yəqin ki, müzakirə olunacaq bu həftə boyu bir daha müzakirə edəcəyik və təəssüf ki, biz o videonun tam dinləyə bilmədik. Axıra kimi dinləyicilərimizə də məsləhət budur ki, dinləyin verilişlərini. Niyə məsələn bu günlərim bu məsələyə Baş prokuror Zakir Qaralav, Ədliyyə Naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev niyə dilləri kəsilibdir? Biz çalışdıq mümkün... Bir fikir bildirsinlər. Niyə Nigar Yaqublu bir dənə cavan uşağı tutdular, qoydular içəri, hamısı barbar bağlayırdılar ki, düz eləmişik. Rüstəm Yusubov bəyanat verirdi. Bir haqq hesaba niyə münasibət bildirmirlər? Biz şans vermək istədik hər halda. Yenə də telefonlarımız açıqdır. Nə vaxt istəsələr verilişimizə gəlir. Hər birimiz təhlükədəyik. Hər birimiz həyatımız. Mən buradan evə salamat gedib getməyəcəyimi bilmirəm. Ümid edirik ki, təhlükə bizdən ötüşər. Hər halda hamı salamat qalar. Növbəti saatda əziz dinləyicilər, polisin zorakılığına tuş gələnlər prezidentin nəzakətli polis dərsi haqqında danışacaqlar. İşdən sonra Azadlıq Radyosu.